Salam əziz izləyicilər, birlikdə tərəzilər mövzusunu öyrənirik. Bu mövzu dövlət qulluğu, magistr, YÖS, bir növ içərisində məntiq olan bütün imtahanlarda qarşımıza çıxır və adətən iki tipdə sualları olur. Tarazlıqda olan tərəzilər, tarazlıqda olmayan tərəzilər. Tarazlıqda olan tərəzilər bildiyiniz kimi bütün imtahanlarda biz bunlarla qarşılaşırıq. Tarazlıqda olmayan tərəzilər adətən magistr imtahanlarında qarşımıza çıxa bilir. Gəlin bunlarla bağlı qısa bir aydınlıq gətirim. Əlbəttə kifayət qədər asan mövzudur, bir çoxlarınız üçün bu belədir. Ancaq ki, hal-hazırda bu tərəzi dediyimiz, bu tərəzi növlərindən biz bugünkü gündə istifadə etmədiyimizə görə bəziləriniz üçün nəsə qaranlıq qala bilər. Tərəzinin tarazlıq vəziyyətində olması, onun hər iki tərəfində olan daşların, çəkilərin, fiqurların, simvolların bir-birinə bərabər olması anlamına gəlir. Burada fiqurlardan istifadə olunub. Yəni, tərəzinin bir tərəfində 2 üçbucaq, digər tərəfində 3 dairə varsa və tərəzi tarazlıq vəziyyətində dayanıbsa, yəni biri digərindən daha yuxarıda və ya aşağıda deyilsə, bu o deməkdir ki, 2 üçbucaq bərabərdir 3 dairəyə. Bunu artıq normal bərabərlik kimi təsəvvür edəndə bizim üçün bunu həll etmək də kifayət qədər asan olur. Tarazlıqda olmayan tərəzilərdə isə aşağıda olan hissə, tərəzinin aşağıda olan hissəsindəki çəkinin, fiqurun digər tərəfdən daha ağır olduğunu bizə bildirir. Burada da əlbəttə ki, 5 bucaqlı böyükdür 2-3 bucaqdan. Biz burada daha çox mən ağırlıq kəlməsindən istifadə edirəm. Nəyə görə? Çünki əgər söhbət tərəzidən gedirsə, bu adətən çəkiləri müəyyən etmək üçün istifadə olunur. Ona görə də əgər aşağı tərəfdə olan, tarazlıqda olmayan tərəzilərdə aşağı tərəfdə olan hissədəki fiqurlar, bu o demək ki, onların çəkisi daha ağırdır yuxarıda qalan hissədəki fiqurların cəmindən. Tarazlıqda olan tərəzilər, biz ki, onu artıq adi bərabərlik kimi qəbul elədik və normal bərabərliyin xüsusiyyətlərindən burada da istifadə edə bilirik. Hansı xüsusiyyətlərdir bunlar? İxtisar etmə, əvəz etmə, paralel toplama, çarpaz toplama. Gəlin bunlarla bağlı nümunələr üzərindən iş aparaq. Gördüyümüz kimi 3 fərqli tərəzi var. Bunların ikisi bizə nümunə kimi verilib. Biri isə aşağıda bizdən sual işarəsini, qarşılığın soruşur. Gəlin indi burada baxaq. Verilən nümunələr içərisində tərəzinin hər iki tərəfində də eyni olan fiqurlar var. Misal üçün, birinci nümunədə 2 üçbucaq. Biz bunların hər ikisini çəkinmədən ixtisar edirik. Necə ki, normal bərabərliklərdə bərabərliyin hər iki tərəfin eyni ədədə vura bilirdik, bölə bilirdik və yaxud da onların hər ikisindən də eyni ədədi çıxa bilirdik, toplaya bilirdik. Burada da hər ikisi üzərində eyni ixtisarı apara bilirik. Əgər hər iki tərəfdə də eyni fiqur varsa. Əvəz etmək isə burada necə aparılacaq? Gördüyünüz kimi burada 2 dairə var. 2 dairə bərabərdir. Biz dedik ki, tərəzi tarazlıq vəziyyətindəsə, bu bərabərlik deməkdir. 4 kvadrata. Bərabərliyin hər iki tərəfini 2-yə böləndə, buradakı 2 ilə bu 4 ixtisar gedəndə, bu tərəfdə qalır 2. Deməli, bir dənə dairəmiz bərabər imiş 2 kvadrata. Biz nəyi axtardığımıza fikir verməliyik. Biz axtarırıq dairə və kvadratın qarşılığını. Mən indi burada variantları göstərməmişəm. Əgər variantlar üçbucaqlardan ibarətdirsə, sadəcə üçbucaqlardan ibarətdirsə, deməli onların hamısını əvəz etməliyik nə ilə? Üçbucaqlarla. Kvadratlardan ibarətdirsə, əvəz etməliyik kvadratlarla. Fərz eləyək ki, cavab variantlarımızdır. Hamısı üçbucaqlardan ibarətdir. Biz onda belə deyirik. Əvvəla kvadratın özünü əvəz eləyirik üçbucaqla. Bax, bu bir kvadratın yerinə 2 üçbucaq yazırıq. Daha sonra baxırıq. Bir dənə də dairəmiz var. Dairə nəyə bərabərdir? Dedik ki, 2 kvadrata. Dairə 2 kvadrata bərabərdirsə, hər kvadratımız da 2 üçbucağa bərabərdirsə, onda dairə neçə üçbucağa bərabər olacaq? 4 üçbucağa bərabər olacaq. Ümumi cəm eləyir 6 üçbucaqlı. Və yaxud da ki, cavab variantları içərisində belə bir nümunə olmaz. Ancaq cavablar göstərir hamısını kvadratlarla ki, onda bu kvadratı olduğu kimi bu tərəfdə yazırıq. Dairəni də əvəz eləyirik. Bir dairəmiz 2 kvadrata bərabər. 2 kvadratla onu da qarşısına yazırıq. Yəni, əgər kvadratlarla göstərsək 3 kvadrata, üçbucaqlılarla göstərsək 6 üçbucaqlıya bərabər idi. Hər ikisindən istifadə etdik. Bir digər nümunəmizdə artıq burada biz
qərar verməliyik. Paralel toplamadan istifadə edirik, yoxsa çarpaz toplamadan istifadə edirik. Bunu nəyə əsasən müəyyən edirik? Bizdə sual işarəsinin qarşısında bir dənə üçbucaq var. Bu o deməkdir ki, biz burada ya paralel, ya çarpaz toplama bunlardan elə birindən istifadə etməliyik ki, nəticədə tərəzinin bir qolunda sadəcə üçbucaqlar və yaxud da sadəcə üçbucaq qalsın. Gəlin onda hansı qaydadan istifadə edək? Mən baxıram ki, əgər bunları alt-alta toplasam, yəni buna paralel toplama da deyilir. Bununla bunu birləşdiririk, bununla da bunu birləşdiririk və tərazılıq pozulmur. Bərabərdir bunlar bir-birinə. Belə olan halda indi tərəzinin hər iki qolunda da eyni olan fiqurlar var və onları ixtisar eləyək. Bu iki dairə ilə bu iki dairəni ixtisar eləyirik. Bu bir üçbucaqla bu üçbucağın birini ixtisar eləyirik. Nəticədə tərəzinin bir tərəfində 2 üçbucaq qaldı, bir tərəfində 4 kvadrat. 2 üçbucağımız 4 kvadrata bərabərdirsə, bayaq dediyimiz nümunədəki kimi 2 üçbucağımız 4 kvadrata bərabərdirsə, onda bir üçbucağımız 2 kvadrata bərabər olacaq. Keçirik digər nümunəmizə. Burada gördüyünüz kimi hərflərdən istifadə olunub. Yəni, siz bunların özünün də müəyyən bir çəkisinin, ağırlığının olduğunu düşünürsünüz. Yəni, bunlara bir növ belə deyək, hərf kimi yox, simvol kimi də baxa bilərsiniz. Gəlin indi baxaq, biz burada hansı toplama qaydasından istifadə etməliyik ki, normal qaydada heç bir ixtisar əməliyyatı aparmaq olmur və yaxud da ki, əvəz etmə də eləyə bilmərik. Hansı toplamadan istifadə etməliyik ki, nəticədə tərəzinin bir tərəfində, bir qolunda S və yaxud da sadəcə S-lər qalsın. Baxaq, düşünürəm ki, bu şəkildə çarpaz toplamadan istifadə etsək daha yaxşı olar. Bax, bu gördüyünüz N-i götürüb yazıram bunların yanında. Bu 2S 1H-ı da yazıram burada. 2S 1H. Yəni, bu hissələri artıq köçürdük yuxarı, çarpaz qaydada. Nəticədə nə yarandı? İndi baxıram ki, buradakı bu 2S-lə bu 2S ixtisar gedir. Bu N-lə bu N ixtisar gedir. Geriyə tərəzinin bir tərəfində nə qaldı? 2H, bir tərəfdə nə qaldı? Sadəcə 1S. Deməli, 1S 2H-a bərabər imiş. Keçək digər nümunəyə baxaq. Bu arada onu da qeyd edeyim ki, hal-hazırda mövzunu izah etmək üçün sizlərə istifadə elədiyim test nümunələri daha əvvəl dövlət qulluğu və ya magistr imtahanında istifadə olunan test nümunələridir. Burada isə baxıram ki, bir tərəfdə sual işarəsinin qarşısında sadəcə bir dairəmiz var və ümumi nümunələrin içərisində bircə dəfə dairədən istifadə olunub ki, biz indi elə bir toplama qaydasından istifadə etməliyik ki, tərəzinin bir tərəfində digər fiqurlar ixtisar olunanda sadəcə bir dənə həmən o dairə qalsın. Çünki biz onun qarşılığını axtarırıq. Onun nəyə bərabər olduğunu axtarırıq. Cavab variantlarına baxanda isə biz görürük ki, həm kvadratla var, həm üçbucaqla var. Adətən biz cavab variantlarına baxıb ona əsasən də hansı şəkildə toplama qaydasından istifadə etməli olduğumuzu müəyyən edə bilirik. Burada belə görünür ki, elə alt-alta toplama qaydasından istifadə etsək ki, bunlar toplanılsa, bu rombla romb, bu bir kvadratla da, bu kvadratın biri ixtisar olunar. Nəticədə geriyə qalar 2 üçbucaq, 1 kvadrat. Deməli, düzgün cavab nə imiş? 2 üçbucaq, 1 kvadrat imiş. Digər bir test nümunəsinə baxaq. Burada isə biz görürük ki, əvvəla ixtisarlara baxaq ki, burada 2 ixtisarımız var. Bunu təkrar eləyirəm. İxtisar olması bir şey varsa onu ixtisar edirsiniz. Misal üçün, toplamalardan hansından istifadə edəcəyimizi cavab variantlarına və yaxud da sual işarəsinin qarşısındakı, digər tərəfdəki hissədəki fiqurlara baxıb təxmin etməyə çalışırıq. Ancaq ixtisar olması bir şey varsa, burada nə isə düşünməyə ehtiyac yoxdur. Onu sadəcə ixtisar edirik. Və biz baxırıq ki, indi burada sual işarəsinin qarşısında bir dairə, bir kvadrat var. Baxın, burada alt-alta toplama qaydasından istifadə etsəm, bir dairə, bir kvadratı bir araya gətirə bilməyəcəm. Ona görə çarpaz toplama metodundan istifadə edirəm ki, ixtisarlardan sonra bir dairə və bir kvadrat bir yerdə qalsın. Buna əsasən də mən bu iki dairəni bura yazıram. 4 üçbucağı da bura.
yazdım və indi bunların arasında ixtisar olunanlar varsa ixtisar eləyək. Bax, bu dairə, bu dairələrdən biri ilə ixtisar gedir. Geriyə qalır nə? Gördüyümüz kimi bir dairə, bir kvadrat bərabərdir nəyə? 6 dənə üçbucaqlıya. Keçək bir digər nümunəmizə də baxaq. Bu nümunədə isə yenə də hərflərdən istifadə olunub ki, biz onları simvol kimi düşünürük. Hansı qaydada toplamadan istifadə etsək, biz qarşılığını ala bilərik. Gəlin ilk öncə alt-alta toplamadan istifadə edək. Hər ikisini toplasaq, buradakı 3h-la, bu tərəfdəki 3h-la, buradakı h-lardan 2 və 3-ü ixtisar getdi. Buradakı 3n-lə buradakı 3n ixtisar getdi. Bu biri tərəfdə 1s-lə bu 1s ixtisar getdi. 2n-lə bu 2n ixtisar getdi. Nəticədə tərəzinin bir tərəfində, sağ tərəfdə sadəcə 3h qaldı ki, bizə də sual işarəsinin qarşısında onu verib. Bərabərdir nəyə? 2s-ə. Qarşılaşa biləcəyimiz sual nümunələrindən biri də belədir. Bunu gəlin ilk öncə təsəvvür etməyə çalışaq. Bu gördüyümüz hər hansısa bir dirəyin üzərinə fərz eləyək, təsəvvür eləyək ki, bir uzun taxta qoyulub. Bax, bu dirəyin üzərinə qoyulan bu taxtanın, bu gördüyümüz uzun taxtanın tarazlıqda dayanması üçün nə lazımdır? Bunun tarazlıqda dayana bilməsi üçün bu dirəyin sağ tərəfindəki hissəsi ilə sol tərəfindəki hissəsi taxtanın ağırlıqları bir-birinə bərabər olmalıdır ki, bu belə tarazlıq vəziyyətində dayana bilsin. Gəlin indi, bax, sizə bir nümunə göstərim. Fərz eləyin ki, bu ağırlıq mərkəzi bax bu hissəyə düşür. Düzdürmü? Bu taxtanın ağırlığı. Əgər biz bura gətirib bir, tutaq ki, deyirəm, 5 kiloqram ağırlığında bir çəki qoysaq, bu taxtanın tarazlıq vəziyyətinə hər hansısa bir şəkildə təsir edərmi? Yəni, bilirəm ki, hər biriniz bu videonu izləyəndə deyirsiniz ki, yox. Nəyə görə? Çünki tam ağırlıq mərkəzinin üzərinə qoyulub. Amma mən bu çəkinin yerini dəyişdirsəm, tutaq ki, deyirəm, bir dama keçirsəm bu bir tərəfə, damaları da özünüz burada görürsünüz. Artıq bu dirəyin üzərindəki bu uzun xəttə və yaxud da belə deyək, bayaq dediyimiz kimi taxtaya təsir etməyə başlayacaq. Hansı tərəfdə ağırlıq artırsa, o tərəf aşağı, digər tərəf yuxarı qalxır. Düzdürmü? Bunu nə qədər kənarlaşdırsam, həmən o çəkini nə qədər kənara qoysam, onun bu taxtaya təsiri bir o qədər də çox olacaq. Bu, yəni hər hansısa bir oyun, hər hansısa bir düşünülmüş bir oyun qaydası deyil. Bu elə həqiqətən də belədir. Buradan belə başa düşürük ki, hər hansısa bir çəki, bax bu gördüyümüz elə bu x, bu taxtadır, bu ağırlıq mərkəzindən neçə dama uzaqlaşsa, onun bu taxtaya təsiri bir o qədər çox olacaq. Yəni, sadəcə bir dama uzaqda yerləşən bu x 1x qədər təsir eləyirsə, 3 dama uzaqda yerləşsə, onun bu taxtaya təsiri 3x qədər olacaq. 5 dama yerləşsə uzaqda 5x qədər olacaq. Gəlin indi buna əsasən bu nümunəni həll edək. Ağırlıq mərkəzinin üzərinə bir dənə bərabər işarəsi qoyuruq. Ağırlıq mərkəzinin sağındakı və solundakı çəkiləri də toplayırıq. Yəni, x neçə dama uzaqdadır? 1 dama. Elə qalır burada x kimi. 22 neçə dama uzaqdadır? 3 dama. 22-ni vururuq 3-ə, eləyir 66. Və 5 dama uzaqda 1 var. Bu da edir nə? 5. İndi bərabərliyin digər tərəfinə baxırıq. 4 3 dama uzaqdadır. 4-ü vururam 3-ə, 12. Üstə gəl. Burada da 9 var və 8 dama uzaqdadır. 9-u da 8-ə vururam, edir 72. Deməli, ağırlıq mərkəzinin üzərindən bərabər işarəsini qoydum. Sağda və solda olan ədədləri topladım, çəkiləri daha doğrusu topladım misli ilə. Və indi bildiyimiz adi bir bərabərlik yarandı burada. 72 üstə gəl 12. Nə etdi? 84. Bərabərdir nəyə? X üstə gəl 71.
Əlbəttə ki, məlumlar bir tərəfə, məchulları da bir tərəfə qoymaq lazımdır. 71-i keçiririk bu tərəfə, eləyir x bərabərdir 13-ə. Keçək bununla bağlı digər bir nümunəyə baxaq. Bu nümunəni nəyə görə təkrar izah eləyirəm? Çünki qarşınıza belə şeylər də çıxa bilər ki, burada misal üçün fiqurların bir hissəsinin ki, onların içərisində onların belə deyək, çəkisi göstərilib, ağırlığı göstərilib. Bəziləri aşağı hissədə asılıb, bəziləri isə yuxarı hissəyə qoyulub. Əsas onun yerləşdiyi hissədir. Neçə bu ağırlıq mərkəzindən uzaqda olması. Yuxarıda olması, aşağıda olması heç nəyi dəyişmir. Gəlin onda yenə də eyni qaydada bunları toplayaq. 4 və 4 uzaqdadır. Deməli, bu olacaq nə? 16. N 5 uzaqdadır. Olacaq nə? 5N. 5 8 uzaqdadır. Olacaq nə? 40. Elə yerinə yazıram onları. 2 neçə uzaqdadır? 10 Olacaq nə? 20. Bu bir tərəfdə də baxıram. 3 2 uzaqdadır. Olur 6. 5 daha doğrusu 1 5 uzaqdadır. Olur 5. S də 5 uzaqdadır. Olur 5. Gəlin indi bunları toplayaq. 5 və 6 toplayıram 11. Yəni 5S üstəgəl 11 bərabərdir nəyə? 16 40 20. Bu elədir, səhv etmirəmsə 76. 76 üstəgəl 5 n. Əlbəttə ki, məlumları bir tərəfə, məhsulları bir tərəfə keçirik və fikir veririk. Bizə nə lazımdır? S çıxılmış n lazımdır. 5S çıxılmış 5n ki, n-i də keçirdim bu tərəfə, işarəsi dəyişdi, müsbət idisə oldu mənfi. Bərabərdir nəyə? 11 də keçir bu bir tərəfə, işarəsi dəyişir, olur mənfi 11. 76 çıx 11, 65-ə. Biz hələ ki burada 5S çıx 5N-i tapdıq. Bu 5-i mötərizə xaricinə çıxardırıq. Olur nə? S çıxılmış N bərabərdir 65-ə. Hər iki tərəfi 5-ə bölürük. S çıxılmış N bərabərdir 13-ə. Və bu şəkildə bunlara salxım şəkilli test nümunələri də deyirlər. Biz bu test nümunələrinə də birlikdə baxacağıq. Burada tərəzinin ümumi ağırlığı verilib. 112. Və görürük ki, tərəzi tarazlıq vəziyyətində dayanıb. Yəni, bir hissə digər hissədən daha yuxarıda və ya aşağıda deyil. Belə çıxır ki, onda tərəzinin hər iki qolundakı ağırlıqlar bərabər 2 yerə bölünüb. 112-ni 2 yerə bölürük. 56 bu tərəfə düşür, 56 bu tərəfə düşür. Həmçinin burada tərəzinin bu hissəsi də 2 bərabər hissəyə bölünüb. Çünki tarazlıq vəziyyətindədir. 28, bu da 28. Amma bu tərəfi o şəkildə bölə bilmirəm. Nəyə görə? Çünki tərəzinin heç bir qolunun üzərinə düşməyən bir ağırlıq var. Bu, romb şəklində olan fiqur tərəzinin nə sağ, nə də sol tərəfinə düşüb. Sadəcə tam tərəzinin oxunun üzərindədir. Belə çıxır ki, biz ilk öncə bu tərəfdəki fiqurları tapmaqdan ötürü bu rombun çəkisini tapmalıyıq, bu biri tərəfdə, sağ tərəfdə. Daha sonra onu 56-dan çıxıb tərəzinin hər iki qoluna hesablaya bilərik. Baxırıq ki, burada 28 bərabərdir nəyə? 2 dairə, 3 romba. Bu bir tərəfdə yenə də 28 bərabərdir 1 romb, 3 dairəyə. Gəlin bunları riyazi şəkildə yazıb hesablamaq üçün adlandıraq. Misal üçün, dairələrə x desəm, romblara da y deyirəm və hesablayıram. 2x yazaq burada. 2x üstəgəl 3y bərabərdir 28-ə, düzdürmü? Həmçinin burada gördüyümüz bu y üstəgəl 3 dənə də x nəyə bərabər? Yenə də 28-ə. Bunları bir-birinə bərabərləşdirir. Yəni, y üstəgəl 3x. Nəticədə y-ləri bir tərəfə keçiririk, x-ları bir tərəfə keçiririk. Y-i keçiririk bu tərəfə, olur mənfi y. 3y-dən y çıxırıq, alındı 2y. 2x-i keçirdirik bu tərəfə, olur mənfi 2x. 3x-dan da 2x çıxanda qalır x. Deməli, 2y bərabərdir x-a. Nəticədə hər x-in yerinə biz 2y yazsaq, əvəz eləsək,
2y, 2y. Ümumi, bax bu salxımdakı bütün fiqurlar nəyə bərabər olur? Neçə y-ə bərabər olur? 7y-ə. Yəni 28 bərabərdir 7y-ə. Y nəyə bərabərdir? Y bərabərdir 4-ə. Biz bu fiqurlardan birini tapdıq. Hansını ki biz onu y adlandırmışdıq və o 4 idi. Əla. Artıq bunları yazmağa ehtiyac yoxdur, silirəm. Biz y-in 4-ə bərabər olduğunu biliriksə ki, bu da 8-dir. Çünki x 2y-ə bərabər idi. Keçirik bu biri tərəfdə. Bu 56-dan bu 4-ü çıxırıq. Qalır yerdə nə? 52. 52-ni 2 bərabər hissəyə bölürük. Bu eləyir 26, bu tərəfdə eləyir 26. Yenə də tərəzinin tarazlıqda olduğuna görə bunları da 2 bərabər hissəyə bölürük. 13, bu biri tərəfdə 13. Əgər hər ikisi 13-ə bərabərdirsə, ki, rombların çəkisini biz bilirik, 4-dür. İkisinin cəmi 8. 13-dən 8 çıxırıq. Deməli, bu 5 bucaqlının çəkisi nəyə bərabər olmalıdır? Ümumi çəki 13-ə bərabər olması üçün bu 5 bucaqlının da çəkisi bərabər olmalıdır 5-ə. Cəmi 13 etməsi üçün. Əgər bu 5-ə bərabərdirsə, bu gördüyümüz 4 guşəli ulduz neçəyə bərabər olacaq? Əlbəttə ki, 3-ə. Deməli, 5 və 3. Cəmi nəyə bərabərdir? 8-ə. Keçək digər nümunəmizə baxaq ki, burada simvolların sayı, fiqurların sayı daha çoxdur. Bizə tərəzinin ümumi çəkisi verilməyib. Sadəcə fiqurlardan biri verilib ki, kvadrat bərabərdir 2-yə. Biz sadəcə fiqurlardan birini biliriksə, ikinci əlimizdə olan qayda nədir? Dedik ki, bu salxımların tarazlıq vəziyyətində olduğuna görə bir-birinə bərabər olması. Yəni, hər hansısa bir çəkidir bu tərəzinin ümumi çəkisi, bölünüb bərabər 2 hissəyə. Bax, bura, bir də bura. Həmçinin bu da bölünüb bərabər digər 2 hissəyə. Yəni, bax, bu hissə ilə bu hissə bir-birinə bərabərdir. O da özlüyündə bölünüb bərabər 2 hissəyə. Ya bu şəkildə götürə bilərik. Yəni, burada, bax, bu hissədə bərabərdir nəyə? Bax, buna. Həmçinin bu salxımların da hər biri digər tərəfdəki o biri salxımla eyni çəkiyə, eyni ağırlığa bərabərdir. Və yaxud da ki, biliriksə ki, əgər bu tarazlıq vəziyyətindədir, bu oxları çəksək görə bilərik ki, misal üçün, bu oxu çəkirəm, eyni xəttin üzərində olan hissələr nədir? O salxımlar bir-birinə bərabərdir. Və yaxud da buradan çəkirəm bunu, görürsünüz, bu xəttin üzərində olan, amma bu xətti uzadanda bu hissə ilə üst-üstə düşmədi. Hansılarla ki, tam olaraq üst-üstə düşür, onlar eyni salxım üzərindədir və eyni çəkiyə malikdirlər. Gəlin indi burada baxaq ki, burada bizə məlum olan kvadratın olduğu hissələrə baxıram. Ki, bunlar 2-dir. Bunların hər hansısa biri ilə başqa birini götürüb bir-birinə bərabərləşdirməliyik. Normal bir bərabərlik yaratmalıyıq. Amma orada məchul sayı 1 olmalıdır. Çünki 2 məchul olsa biz onu həll edə bilmərik, tapa bilmərik. Baxıram ki, bu hissədə bir məchul var. Ona bərabər olan bu hissədə də həmçinin sadəcə o məchuldan istifadə olunur. Başqa bir məchul yoxdur. Deməli, bir məchulu tənlik yarada bilərəm. 3 dənə kvadrat 6. Üstə gəl. Bu 8 güşəli. Ulduza da deyirəm x. 6 üstə gəl x bərabərdir nəyə? Tərəzinin bu tərəfində 3 x-a. Bu da o deməkdir ki, x-i keçirirəm bu tərəfə. 6 bərabərdir 2x-a. X bərabərdir nəyə? 3-ə. Vəssalam. Artıq bu fiqurlardan bir digərinin də çəkisi bizə məlum oldu. Həm də bizə məlum olan başqa bir şey də var. Biz artıq bu salxımlardan birinin çəkisinin nə qədər olduğunu müəyyən edə bildik. Yəni, 3 dənə 3 var burada. Deməli, bu salxımlardan birinin çəkisi nə qədərdir? 9-dur. Həmçinin yazıram bura. 8 güşəli ulduz 3-ə bərabərdir. Kvadrat onsuz da qeyd olunub 2-yə bərabərdir. Buna əsasən nəyi müəyyən edirəm? Madəm ki, bu hissədə, bax bu hissəyə bərabərdir və bu 3-dür, digəri nə qədər olmalıdır? Dairənin çəkisi o 6 olmalıdır ki,
Bunun da cəmi 9 eləsin və tərəzi tarazlıqda qalsın. Yazıram dairənin üzərinə 6. Keçirəm bir digər hissəyə. Bu 2-dirsə, cəmi 9-dursa, onda bu üçbucaq 7-yə bərabər olmalıdır ki, cəmi 9 eləsin. Əgər bu üçbucaq 7-yə bərabərdirsə, cəmi 9 olması üçün bunların da hər biri 1-ə bərabər olmalıdır. Onda rombun üzərinə yazıram 1. Keçək digərlərinə baxaq ki, bura 2-yə bərabərdirsə, 9-dan bu 2-ni çıxıram 7. 7-ni 2 bərabər hissəyə bölürəm, 3,5 alınır. Kəsir sizi qorxutmasın. Yəni, əsas odur ki, siz düzgün cavabı alırsınız. 3,5-ə bərabərdir. Keçək digər fiqurların çəkisini tapaq. 3, 1, cəmi eləyir 4. Deməli, bu ulduz 5-ə bərabərdir. Bunun da artıq çəkisini tapdıq və digər tərəfə keçirik. Digər tərəfə keçmək üçün nədən istifadə edəcəyik? Necə bir qaydadan istifadə edəcəyik? Baxıram ki, madəm ki, bu salxımlardan biri 9-a bərabərdir, ikisinin cəmi 18 eləyir. Deməli, bu tərəf də 18-ə bərabərdir. Bunların hər biri 18-ə bərabərdirsə, deməli, ümumi ağırlığı nə qədərdir? 36. Bu biri tərəfdə də deməli, ümumi ağırlıq nəyə bərabərdir? 36-ya. Bu tərəzinin, bu gördüyümüz tərəzinin hər iki tərəfi 36-dırsa, onda ümumi çəkisi nə qədərdir? 72. Tərəzinin bu tərəfi 72-dirsə, onda bu biri tərəf də 72-yə bərabərdir. Və yenə də bərabər hissələrə bölə-bölə gəlirik. 36, 36. Həmçinin bu da 2 bərabər hissəyə bölünür. 18, 18. Məlum oldu ki, bu qara dairə 18-ə bərabərdir. Bu qara kvadrat da 18-ə bərabərdir. Bu qara üçbucaqlarsa cəmi 18-ə bərabər olması üçün hər biri 9-a bərabərdir. Geriyə qalır nə? Biz bu dairənin 6-ya bərabər olduğunu bilirik. 18-dən 6-nı çıxanda geriyə qalır 12. 3 beşbucaqlı 12-yə bərabərdirsə, bu beşbucaqlılardan hər biri 4-ə bərabərdir. Mən ümumi bunu test formasında hazırlamamışam. Sizdən nə şəkildə soruşula bilər? Soruşa bilər ki, misal üçün, bax bu gördüyümüz bu 4 fiqurun çəklərini artma ardıcıllığı ilə düzün və yaxud da ki, hər hansısa birinin, sadəcə birini soruşa bilər bizdən. Misal üçün, bu qara üçbucağı ki, nəyə bərabərdir? Və siz bu şəkildə, bu qaydada həll edib cavabı tapa bilərsiniz. İndi isə keçək tarazlıqda olmayan tərəzi nümunələrindən də bir neçəsinə baxaq. 5 simvolun hər biri 1-dən 5-ə qədər olan ədədlərdən birinə bərabərdir. Bax, simvol deyəndə buradakı hərflər nəzərdə tutulur. A, B, C, D və Y-dən istifadə olunur. Cəmi 5 dənə elə simvolumuz var. Onlardan da deyir, hər biri 1-dən 5-ə qədər ədədlərdən birinə bərabərdir. Hər hərf fərqli ədədə uyğundur. Biz burada tərəzilərin tarazlıq vəziyyətinə baxaraq onların hansı rəqəmə, hansı ədədə bərabər ola biləcəyini tapmalıyıq. İlk öncə baxaq ki, burada AY böyükdür və yaxud da ağırdır 3Y C-dən. Tarazlıqda olan tərəzilərdə istifadə etdiyimiz kimi, burada da ixtisar qaydası keçərlidir. Yəni, hər iki tərəfdən də bu Y simvolunu silsək, yenə də tərəzi öz hal-hazırki tarazlıq vəziyyətini qoruyub saxlayacaq. Yəni, yenə də tərəzinin bir tərəfi aşağıda qalacaq. Çünki hər ikisindən də eyni şeyi götürmüşük. Baxıram ki, A ağırdır 2Y C-dən. Gəlin, Y ilə C-yə hətta minimum qiymətlər verək. Yəni, verə biləcəyimiz ən kiçik qiymətləri veririk. Ki, Y-nin 1-ə bərabər eləyirik, C-ni 2-yə. Bu halda belə bunların ümumi çəkisi nəyə bərabər olur? 4-ə. Bu rəqəmlərin də biz 1-dən 5-ə qədər olduğunu bilirik. A-nın 5-dən başqa heç bir rəqəm olmaq ehtimalı yoxdur. Nəyə görə? Çünki hətta ən kiçik rəqəmləri götürsək Y və C üçün A-nın qiyməti gərək 5 olsun ki, bu daha ağır olsun. Biz burada digər rəqəmləri heç götürə bilməzdik. Misal üçün, Y-ni 2-yə bərabər eləyə bilməzdik. Hətta bunların bir yerlərini belə dəyişə bilməzdik. Y-ni 2-yə bərabər eləsəm, C-ni də 1 götürsəm ki, bunların cəmi 5 eləyir. Axı,
1-dən 5-ə qədər olan rəqəmlərdən hansı 5-dən ağır ola bilər ki? Deməli, bu ancaq bir halda mümkündür. Y-lər 1-ə bərabər olsun. 1 Y-dir, 2 C-dir və 5 A-dır. Bu şəkildə müəyyən etdikdən sonra biz burada geriyə nə qalır? 5 rəqəmdən 3-ünü tapmışıq. Geriyə elə D ilə B qalır ki, onun da cəmi D nə ola bilər, B nə ola bilər? 3 və 4. Bunların cəmi 7 eləyir. Burada digər xüsusiyyətlər verilir. Misal üçün 3Y ağırdır C-dən. Baxıram ki, doğrudan da 3 dənə 1 C-dən, yəni 2-dən ağırdır. Bu biri tərəfdə də eyni şəkildə Y-ləri ixtisar eləsək, deyir ki, C, B ağırdır D-dən. C və B-nin çəkisi D-dən ağırdır. Biz C-nin 2 olduğunu bilirik. 2-nin üzərinə hər hansısa birini gəlsək, onsuz da, misal üçün 3 də gələ bilərik, 4 də gələ bilərik. 3 gəlsək, bu bir tərəfdə 4 eləyir. Yenə də bu şərt ödənir. 4 yazsaq, bu tərəfdə 3 eləyir. Yenə də bu şərt ödənir. Fərq etməz. Əsas bizə lazım olan hissə bu idi. Keçirik digər bir nümunəyə baxırıq. Burada simvolların sayı çoxdur. Mən tərəziləri daha böyük şəkildə göstərmək üçün şərti yazmamışam, yazılı formada bura qeyd etməmişəm, amma sizin üçün deyirəm. Demək ki, burada gördüyümüz fiqurların hər biri 1-dən 9-a qədər olan rəqəmlərdən birinə bərabərdir. Hər bir fiqurda fərqli rəqəmi göstərir. Bu o deməkdir ki, 9 fiqurumuz var. 1-dən 9-a qədər rəqəmlərdən hər biri birinə bərabərdir. Gəlin indi tərəzilərin vəziyyətinə baxaraq onların hansı fiqurun hansı çəkiyə bərabər olduğunu tapmağa çalışaq. Misal üçün, ilk öncə bu tarazlıqda olan tərəziyə baxırıq. Deyir ki, bu 8 güşəli ulduz bərabərdir 5 dairəyə. Baxın, bu dairə 0 deyil, əlbəttə ki, 1-dən 9-a qədər olan rəqəmlərdən biridir. Hətta 2 olsa belə, bu tərəzi bizim şərtimiz ödənmir. Nəyə görə? Çünki əgər bunlar 2-yə bərabər olsa, cəm eləyir 10. Axı biz dedik 1-dən 9-a qədər rəqəmlərdən istifadə etməliyik. Demək ki, bu dairələrin çəkisi ancaq 1-ə bərabər ola bilər. Bu halda da, əgər dairəmiz 1-ə bərabərdirsə, bu ulduzumuzun da çəkisi 5-ə bərabər olacaq. Çünki tərəzi tarazlıq vəziyyətində dayanır. Həmçinin burada baxırıq ki, bu ulduz ağırdır 2-3 bucaqdan. Biz bilirik ki, dairə 1-ə bərabərdir. 3 bucaqların çəkisi deməli 1 ola bilməz. Ancaq bu 3 bucaqların çəkisi 3 də ola bilməz. Misal üçün, 2 dənə 3 olsa, bu 5-dən daha ağır olmalı idi. Amma biz burada baxırıq ki, tərəzinin vəziyyətinə baxanda görürük ki, bu biri tərəf, yəni 5 daha ağırdır. Deməli, bu üç bucaqlarda 2-dən başqa hansısa bir çəki ola bilməz. Çünki 2 dənə üç bucaq, yəni 2 dənə 2 bərabərdir 4-ə və əlbəttə ki, 5 daha ağırdır. Digər vəziyyətlərə əsasən biz nəyi müəyyən edə bilərik? Misal üçün, gördüyümüz bu kvadrat ağırdır. Bu kvadrat ağırdır. 2 dənə 4 güşəli ulduzdan daha ağırdır. Bu halda, əgər ki, bu ulduzların çəkisi ki, bilirik ki, 1 ola bilməz, 2 ola bilməz, 5 ola bilməz. Biz bunları artıq müəyyən eləmişik. Geriyə qalır nə? Biz bunların hər birini 6-ya bərabər eləyə bilmərik. Çünki tək bir dənə kvadrat, ki o 1-dən 9-a qədər rəqəmlərdən biridir, bunların ikisinin cəmindən daha ağırdır. Axı 6 üstə əgəl 6 12 edəcək. Biz bunları ya 3-ə bərabər etməliyik, ya 4-ə bərabər etməliyik. Əgər ki, bunlar 3-ə bərabər olsa bu fiqurlar, onda kvadrat 7, 8 və yaxud da 9 ola bilər. 4-ə bərabər olsa, kvadrat sadəcə 9 ola bilər. Gəlin indi bu qaydanı burada analiz edək. Gəlin indi bu qiymətlərdən birini verək. Həmən bu 4 güşəli ulduza. Misal üçün 3 qiymətini versək ki, bu biri tərəfdə 2 dənə 5 bucaqlı var, bir dənə romb var. Hətta ən kiçik qiymətləri, mən bunu sizə izah etmək üçün göstərirəm. Ən kiçik qiymətləri versək, biz bu 5 bucaqlıya geridə qalan ən kiçik qiymətləri dedik ki, 1-i tapmışıq, 2-ni tapmışıq.
Bu 4 güşəli ulduza da biz əgər 3 qiymətini versək, belə çıxır ki, ən kiçik ala biləcəyi qiymət olacaq 4. Bu 5 bucaqların hər biri 4-ə bərabər olsa, bu 5 bucaqların hər biri 4-ə bərabər olsa, digər bu romba da ala biləcəyi digər ən kiçik qiyməti versək, bu ən kiçik qiymət nə ola bilər? 1 artıq var, 2 var, 3 var, 4 var, 5 var, ola bilər 6. Bunların ümumi cəmi eləyir 14. Artıq biz bu günəş simvoluna ən böyük rəqəmi 9-u belə versək, bu şərt, bu tarazlıq şərti, bərabərlik şərti ödənmir. Deməli, bu gördüyümüz fiqur 3 qiymətini ala bilməz. Bu gördüyümüz fiqur 3 qiymətini ala bilməz. Deməli, onun qiyməti nə imiş? 4 imiş. Belə olan halda bura 4 qiymətini versək, ki artıq məlum oldu ki, bu da 9-a bərabərdir. Burada da qarşısına yazıram ki, 9-a bərabərdir. Belə olan halda nə baş verir? Bu 5 bucaqların hər birini 3-ə bərabər eləyirəm. Geriyə hansı qiymətlər qalıb? Verə biləcəyimiz ən kiçik qiymət. 1, 2, 3, 4, 5 bunların hamısını vermişik. Geriyə qalıb tutaq ki, deyirəm 6. Ki bunların cəmi nə edir? 12. Tarazlıq vəziyyətində qalması üçün 4-ün üstünə də nə gəlmək lazımdır? 8. Bu günəş simvolu da bərabərdir 8-ə. Baxıram ki, bərabərlik şərti burada artıq ödənilir. Demək ki, romb bərabər imiş 6-ya, 5 bucaqlılar bərabər imiş 3-ə. İndi deyə bilərsiniz ki, axı aşağıda göstərilən 5 güşəli ulduz heç yerdə yoxdur. Bu nümunələrin heç birində verilməsə də, bizə şərtdə deyildi ki, bu simvollar 1-dən 9-a qədər olan hər bir rəqəmlərdən birinə aiddir. Geriyə hansı rəqəm qalıb? Sadəcə 7. Deməli, bu ulduz da 7-yə bərabər imiş. Belə, əziz izləyicilər, ümid edirəm ki, mövzu izahı sizin üçün faydalı olacaq. Onlayn dərslərimizə qoşulmaq üçün qeyd etdiyim nömrədən bizimlə əlaqə saxlaya bilərsiniz. Həmçinin sosial şəbəkələrdə də bizi izləyə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.